Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə bərabər hidrogen-oksigen su mövzusunun sonunda olan ətraflı yazılı cavab tələb olunan tapşırıqların birgə izahına baxacağıq. Birinci sualımız belədir. 42 litr oksigenin ozona çevrilməsi zamanı ümumi həcm 30 litr olmuşdur. Alınan qaz qarışığında oksigenin həcmini, ozonun həcm payını faizdən hesablayın. Deməli uşaqlar, ozonotur cihazına biz oksigen qazını daxil etdiyimiz zaman ozon qazı alınır. Reaksiyamız bu formadadır. Əmsallarında qeyd elədik. 42 litr oksigen cihaza daxil olunubdur, amma bunun hamısı ozonlaşmayıbdır. Yekunda 30 litr qaz qarışığının həcmi olubdur və biz bilməliyik ki, bu 30 litrin içərisində həm oksigen qazı var, həm ozon qazı var. Qanunən burada 3 litr oksigen qazını daxil eləyəndə 2 litr ozon qazını alırıq. Yəni, qanuni həcmin azalması 1 litrdir. Sual bizə deyir ki, 42 daxil olunubdur, yekun qaz qarışığımız 30 litr olubdur. Yəni, azalma nə qədərdir uşaqlar? 12 litrdir, düzdürmü? Buna əsasən biz hesablamamızı apara bilərik. Necə? 3 litr oksigen qazı reaksiyaya daxil olanda 1 litr azalma baş verir. Görəsən, nə qədər oksigen reaksiyaya daxil olmalıdır ki, 12 litr azalma baş versin? X bərabər olacaq 36 litrə. Yəni, mən reaksiyaya daxil olan oksigenin litrini tapmış oldum. Yəni, bu 42 litr oksigenin 36-sı reaksiyaya sərf olunubdur və ozonlaşıbdır. Deməli, uşaqlar, 42-dən 36-nı çıxaram, deyərəm 6 litr oksigen artıq qalıbdır. O 6 litr də bu 30 litrin içindədir. Deməli, yekundakı bu 30 litr qarışımın 6 litri oksigenin artıq qalan hissəsidir. 30-dan da 6-nı çıxanda 24 litri əmələ gəlmiş ozon qazıdır. Sual bizə deyir, alınan qaz qarışığında oksigenin həcmini tapın. Tapdıq, 6 litrə bərabər. Ozonun həcm payını faizlə hesablayın. Fi ozon qazı bərabərdir 24-ü böləcəyik yekun qarışığın həcminə, yəni 30-a vuracağıq 100%-ə. Doğru cavabımız olacaq 80%-ə bərabər. Deməli uşaqlar, ikinci sualda reaksiyanı sizin üçün yazıb əmsallaşdırmışam. Bir dənə qrafikə diqqətlə baxırıq. Bərk maddənin kütləsi 101 qramdan 93 qrama düşübdür. Yəni, arada neçə qram azalma var? 8 qram azalma var, düzdürmü? Bu maddə bərk maddədir, bu maddə bərk maddədir, bu maddə qaz maddəsidir. Yəni, kütlənin azalması nəyə görə baş verir? Buradan oksigen qazının ayrılmasına görə baş verir, düzdürmü? Artıq mən başa düşürəm ki, 8 qram ayrılan oksigenin kütləsiymiş. Bərk maddənin çünki azalma miqdarını 101-dən 93-ə düşdüyünü verir. Yəni, 8 qram burada oksigen qazının ayrılması hadisəsi baş veribdir. İndi bizə deyir ki, həmin bu tau 1 anı üçün parçalanan duzun kütləsini tapın. Ayrılan oksigen qazının həcmini litrlə hesablayın. Bu maddənin də emeri 101-ə bərabərdir, düzdürmü? Uşaqlar, 2 vurulsun 101 qram duz parçalananda 1 mol, yəni 32 qram oksigen ayrılır. Görəsən, nə qədər duz parçalanmalıdır ki, 8 qram oksigen ayrılsın? Buradan x-inizi hesablayanda x eləyəcək 50,5 qrama bərabər. Bu parçalanan duzun kütləsidir. İkinci növbədə bizə deyir ki, ayrılan oksigen qazının həcmini tapın. Uşaqlar, ayrılan oksigen qazımız 8 qramdır. 32 qram oksigen qazı 1 mol olanda 22,4 litrə bərabərdirsə, 8 qram oksigen qazı neçə litrə bərabərdir? X-imiz də buradan bərabər olacaq. 5,6 litrə bərabər. Uşaqlar, üçüncü suala bir dənə diqqətlə baxaq. Deyir, kükürtdür, bir də bromdur. Hər ikisində m qram götürmüşük, düzdürmü? Onlarla hidrogen reaksiyaya daxil olur. Sərf olunan hidrogenin mol miqdarını kükürdlə daxil olanı x, bromla daxil olanı y deyə işarə eləyirlər. Reaksiya məhsulunun mol miqdarını, yəni H2 isə A mol aldığımızı bildirirlər, H bromu da B mol aldığımızı bildirirlər. Bizdən x və y-in A və B-nin nisbətini hesablamağımızı istəyir. Bromun, uşaqlar, emeri 160-a bərabərdir, düzdürmü? Kükürdün emeri isə 32-yə bərabərdir, düzdürmü? Mənə deyir ki, hər ikisi m qram götürülübdür. Yəni, ürəyiniz nə istəyir götürə bilərsiniz? Elə 160 da 32-yə rahatlıqla bölünür deyə mən 160 götürürəm. Yəni, buradakı m-mi də 160 götürürəm. Bu da eləyəcək 1 mol.
Buradakı M-i də 160 götürürəm. 160-ı da 32-yə böləndə bu da edəcək 5 mol. Yəni bu aşağıdakı bu rəqəmləri təmizləyirəm. Sual ki mənə deyir, hər ikisini m qram götür. Hər ikisinin M-erinə baxdım, gördüm ki bromun M-eri 160-a bərabərdir. Elə mən rahatlıqla böyüklə işləyirəm. Onsuz da sizə hər zaman deyirəm ki, eyni kütləli söhbəti varsa çox zaman böyüklə gedin. Böyük kütləli hansıdırsa o ilə gedin ki, qoy işləriniz rahat olsun. Deməli uşaqlar, ikisini də 160 qram götürəndə bromun molu 1 mol, kükürdün molu isə 5 mola bərabərdir, düzdürmü? Yəni mən 1 mol bromu reaksiyaya daxil etmişəm. 5 mol kükürdü reaksiyaya daxil eləmişəm. Aydın məsələdir ki, burada əmsallar 1-in 1-ədir. Deməli 5 mol kükürdlə 5 mol hidrogen reaksiyaya daxil olacaq. 5 molda H2S maddəsi alınacaq. Burada isə 1 mol bromla 1 mol hidrogen reaksiyaya daxil olacaq. 2 mol H brom alınacaq. Deməli, kükürdlə reaksiyaya sərf olunan hidrogenin miqdarını X deyə ifadə ediblər. Reaksiya məhsulunun mol miqdarını A deyə ifadə ediblər. Bromla reaksiyaya daxil olan hidrogeni Y deyə ifadə ediblər. Reaksiya məhsulunu B deyə ifadə ediblər. Birinci mənə deyir ki, X böl Y nisbətini hesabla. X-imiz oldu 5-ə bərabər. Y-imiz oldu 1-ə bərabər. 5-i 1-ə böləcəksiniz, doğru cavabınız olacaq 5-ə bərabər. İkinci növbədə bizə deyir ki, A bölünsün B nisbətini hesabla. A-mız oldu 5-ə bərabər, B-miz oldu 2-yə bərabər. A bölünsün B nisbətimizdə olacaq 2,5 mola bərabər. Dördüncü suala diqqət eləyək uşaqlar. Oksigen 16, oksigen 17, oksigen 18 izotoplarının olduğunu nəzərə alsaq. Ən ağır oksigenin, ən yüngül ozonun nisbi molekul kütləsini hesablayın uşaqlar. Oksigen qazı bu formada yazılır. Ozon qazı da bu formada yazılır. Ən ağır oksigen qazının M-rini hesabla deyirsə, buradakı 2 mol oksigen atomu ən ağır izotopdan təşkil olunubdur. Yəni mən bunun M-rini hesablayanda indeksi oksigenin A yerinə vururam. Hansı A yerinə? Ən ağır çəkiyə sahib olana. Doğru cavabımız olacaq 36-ya bərabər. Ən yüngül ozonu deyirsə, ən yüngül oksigen izotopu 16-dır. Davamlı formada bizim istifadə etdiyimiz oksigen izotopundan söhbət gedir. Ozonun M-rini hesablayanda oksigenin bu indeksi var, yəni bu 3. Bunu vuracam ən yüngül oksigenin izotopunun M-erinə, daha doğrusu A yerinə. 3-ü də 16-ya vuranda doğru cavabımız olacaq 48-ə bərabər. İlk ifadəmizin doğru cavabı 36, ikinci ifadəmizin doğru cavabı olacaq 48-ə bərabər. Uşaqlar, 5-ci sualda bizə deyir ki, 1 mol sink metalı sizə vermişik. Natrium OH-la da bu reaksiyaya girəndə hidrogen qazı ayrılır, A litr. Ortofosfotla da reaksiyaya daxil olanda B litr əmələ gəlir. Sulfatın durusu ilə də reaksiyaya daxil olanda C litr əmələ gəlir. Uzun uzadı reaksiyanı yazıb, əmsallaşdırıb nəsə hesablamağa ehtiyacınız yoxdur. Sink bu 3 maddədən hansı ilə reaksiyaya girərsə girsin. 1 mol sink öz valentinin yarısı qədər mol miqdarında hidrogen qazı ayıracaq. Yəni 1 mol sink sabit ekvivalentli olduğuna görə öz valentinin yarısı qədər, 2-nin də yarısı 1-ə bərabər edir. 1 mol burada hidrogen ayıracaq, 1 mol burada hidrogen ayıracaq, 1 mol da burada hidrogen ayıracaq. Sual bizə deyir ki, ABC cəmini hesablayın. Toplamda 3 mol qaz ayrılacaq, hidrogen qazı. 3-ü də 22,4-ə vurub rahatlıqla litrə döndərə bilərik. Doğru cavabımız olacaq 67,2 litrə bərabər. Gələk indi bizə deyir ki, sinkin sulfatla əmələ gətirdiyi duzu adlandırın. Sink sulfatla bu formula tabe olan duz əmələ gətirəcək. Duzumuzun doğru adı da sink sulfat olacaq. 6-cı sualda barium O2-nin üzərinə H2SO4 gəlir. Birinci biz nəticəni yazaq. Buradan alınacaq barium SO4, alınacaq su maddəsi, alınacaq O3 qazı, düzdürmü? Ozonun laboratoriyada alınma reaksiyasıdır. Minus barium SO4 plus su bilirsiniz nə deməkdir? Yəni 3 dənə məhsul alınırsa bununla bunu seçməyin. Deməli mənim X maddəm nə oldu uşaqlar? Ozon qazı. Daha sonra mənə nə deyir? H2O2 manqan 2 oksid katalizatoru vasitəsilə parçalanır. Hidrogen peroksid maddəsi də H2O2.
Onun da parçalanmasından su üstəgəl oksigen qazı əmələ gəlir. Minus su nə deməkdir? Suyu seçmə. Deməli, Y maddəm nə olur? Oksigen qazı. İndi mənə deyir ki, X və Y-in adlarını deyin. X ozon qazı, Y-imiz olur oksigen qazı. Və bu reaksiyada X-in yerinə O3-ü qoysaq, biz burada rahatlıqla reaksiya məhsullarımızı yaza bilərik. Yekun nəticədə alınır kalium OH maddəsi, alınır yod maddəsi, alınır oksigen qazı maddəsi. Bu da bizim olur ikinci ifadəmizin doğru cavabı. Uşaqlar, 7-ci sualda burada qabın içində x qram kalsium karbid maddəsi var. Bunun üzərinə m qram su gəldikləri zaman m-5 qram y qazı burada əmələ gəlir. Düzdürmü? İndi gəlin bir şeyə diqqət eləyək. Birinci növbədə deyir, reaksiya tənliyini yazın, əmsallaşdırın. Reaksiya tənliyini yazdım, əmsallaşdırdım. Hələ ki, bu x qalsın, bunu axırda taparıq. Gəlin birinci m-in nə olduğunu tapaq. Sual mənə deyir ki, m qram su reaksiyaya daxil olanda m-5 qram qaz əmələ gəlir. Gəlin altda qanuni rəqəmləri yazaq. Suyun emiri 18-ə bərabərdir. 2-yə vuranda qanunən burada 36 qram su reaksiyaya daxil olur. Yekun nəticədə emiri 26-ya bərabər olan asetilen qazı əmələ gəlir. Burada ayrılar verilibdir. Siz çox rahatlıqla özünüz hesablamalarınızı apara bilərsiniz. Qanunən reaksiyaya girən su ilə alınan asetilen qazı arasında kütlə fərqi nəyə bərabərdir? 36-dan 26-ın çıxanda kütlə fərqi 10 qrama bərabərdir, düzdürmü? Məsələ isə mənə deyir ki, m bu daxil olanda m-5 bu alınır. Məsələnin mənə verdiyi kütlə fərqi uşaqlar 5 qrama bərabərdir. İndi gəlin tənasübümüzü quraq. 36 qram su reaksiyaya daxil olanda iki maddə arasında 10 qram kütlə fərqi var. M qram su reaksiyaya daxil olanda məsələ mənə izah edir ki, 5 qram kütlə fərqi var. O zaman m bərabər olacaq nəyə uşaqlar? 18-ə. M-in qiymətini tapdıq. Yəni bu məsələnin mənə dediyi reaksiyaya daxil olan suyun miqdarı nəyə bərabər oldu? 18-ə bərabər oldu. Kalsium karbidin qanuni çəkisi 40 + 24 64-ə bərabərdir. 64 qram bu maddə reaksiyaya daxil olanda 36 qram onunla bərabər su reaksiyaya daxil olur. X qram kalsium karbidlə də 18 qram su reaksiyaya daxil olur. Tənasübümüzü quraq. 64 maddəm ilə 36 qram su reaksiyaya daxil olursa, kalsium karbidin çəkisi nə qədər olmalıdır ki, onunla 18 qram su reaksiyaya daxil olsun? X bərabər olacaq 32 qrama. Reaksiyanı yazıb əmsallaşdırdıq. M-imiz 18-ə bərabər, X-imiz isə 32-yə bərabər oldu. Demək uşaqlar, 8-ci sual bizə nəyi ifadə eləyir? Yenə demək istəyir ki, burada 0,6 mol oksigen qazı ozonator cihazına daxil olur. Nə qədərsə o ozon qazı xaric olunur, düzdürmü? 0,6 mol oksigen qazı cihaza daxil olur. Nə qədərsə ozon qazı buradan xaric olur. Reaksiyanın tənliyini yazın, əmsallaşdırın. Baxın, yazdıq, əmsallaşdırdıq, elə bundan da istifadə edəcəyik. Reaksiyanın praktiki çıxımı 20% olarsa, alınan ozonla neçə litr adi suyu təmizləmək olar? Bax, sualı burada da saxlayırıq. Sonra bu verilən məlumatdan istifadə edəcəyik. 3 mol oksigen reaksiyaya girəndə 2 mol ozon alınır. 0,6 mol oksigen reaksiyaya girəndə nə qədər ozon alınacaq? X bərabər olacaq 0,4 mola bərabər. Gəlin bunu qrama çevirmədən öncə praktiki çıxımın 20% olmasını nəzərə alaq. 0,4 mol ozonu alsaydım, deyərdim praktiki çıxım 100%-dir. Mən görəsən nə qədər ozon almışam ki, praktiki çıxımım olubdur 20%-ə bərabər. X bərabər olacaq 0,8 mol. Yəni 20%-in mənası bilirsiniz nə deməkdir? Hesabladığımın 20%-ni əldə edirəm. Son cavabım oldu 0,8 mola bərabər. İndi bunu qrama çevirməliyəm. Çünki burada deyir ki, suyun 1 litrinin təmizlənməsində 4 milliqram ozon sərf olunur. Deməli, bu molu əvvəla qrama, sonra milliqrama çevirəcəm. Uşaqlar, ozonun emiri 48-ə bərabərdir. Əgər 1 molu 48 qramdırsa,
0,8 molu neçə qrama bərabərdir x? X də bərabər olacaq buradan 3,84 qrama. Və 1 qramın da 1000 milliqram olduğunu bilirik, düzdürmü? Yəni bunu milliqrama çevirəndə 3,84'ü 1000'e vuracağıq. Doğru cavabımız 3,84'ü 1000'e vurduğumuz zaman doğru cavabımız olacaq 3840 milliqram. Deməli uşaqlar nə etdim? Birinci, bu qədər oksigenden əmələ gələn ozonun mol miqdarını tapdım. Sonra onun 20%'ni hesabladım. Çünki sual mənə deyir ki, praktika çıxım 20%'dir. Daha sonra 20%'dən nə qədər ozon əldə edirəm, onu tapandan sonra həmin mol miqdarını qrama çevirdim. Daha sonra milliqrama çevirdim. İndi bizə deyir ki, bax sizin qabınızda bu qədər milliqram ozon var. Bu qədər milliqram ozonla biz nə qədər suyu təmizləyə bilərik? Əgər 1 litri təmizləmək üçün mənə 4 milliqram ozon lazımdırsa, görəsən neçə litr suyu mən 3840 milliqram ozonla təmizləyə bilərəm? Tənasübümüzü bu şəkildə qururuq. Buradan da alırıq ki, x-imiz bərabər olacaq 960 litrə. Bu da bizim olur ikinci ifadəmizin doğru cavabı. Uşaqlar, bu sualda şəkil verilir bizə. Bu qabın içərisində kalium yodid məhlulu var. 200 milli x mol bölünsün litr qatılığa sahib. Yəni yekunda məndən istənilən x-dir. Yəni kalium yodid məhlulunun qatılığıdır. Əgər həcm verilirsə, deməli mən duzun mol miqdarını tapsam, rahatlıqla qatılığı hesablaya bilərəm. Və birinci növbədə bizə deyir ki, reaksiya tənliyini yazın, əmsallaşdırın. Yazdım, sizin üçün əmsallaşdırdım. Düzdürmü? Reaksiyaya daxil olan maddələr tam sərf olunarsa x hesablayın. Reaksiyaya daxil olan maddə bir dənə ozonu verir mənə və onun mol miqdarını verir. Uşaqlar, belə bir şey deyim də 2 mol kalium yodid reaksiyaya daxil olanda 1 mol ozon reaksiyaya daxil olur, düzdürmü? Görəsən nə qədər kalium yodid reaksiyaya daxil olmalıdır ki 0,2 mol ozon onunla reaksiyaya daxil olsun. Buradan x-inizi hesablayacaqsınız. X edəcək 0,4 mola bərabər. Mən nəyi tapdım? Kalium yodid maddəsinin duzunun mol miqdarını tapmış oldum ki, bu qabın içərisində 0,4 mol mənim duzum var. Və sizə belə bir söz demişəm ki, qatılığın vahidi nə zaman malyar və yaxud da mol bölünsün litr deyə ifadə olunarsa, həcmi həmən litrə döndərin. 200'ü 1000'ə bölməliyəm ki, litrə döndərim. Bu da nə qədər eləyəcək uşaqlar? 0,2 litr edəcək. Bu da həmin məhlulun həcmidir. V bərabərdir 0,2 litrə bərabər. Sonda məndən istədiyi qatılıqdır. Yəni C-ni tapmağımı istəyir. Yazacağım C bərabərdir nü bölünsün V. Yəni 0,4'ü 0,2'yə böldüyüm zaman doğru cavabımız olacaq 2 mol bölünsün litrə bərabər. İlk ifadəmizdə reaksiya tənliyini yazın, əmsallaşdırın deyirdi. İkinci ifadəmizdə qatılığı hesabla deyirdi. Reaksiya tənliyini yazıb əmsallaşdırdıq və qatılıq da oldu 2 mol bölünsün litrə bərabər. Demək uşaqlar, 10-cu sualda bizə deyir ki, kalsium H2 maddəsinin su ilə reaksiyası baş tutur, düzdürmü? Birinci növbədə bizə deyir ki, reaksiyanın tənliyini yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq. Kalsium H2 maddəsinin kütləsi m qrama bərabərdir. Onun su ilə reaksiyasından sonra alınan kalsium hidroksidin kütləsi m plus 16'ya bərabərdir. Bizə deyir m-i hesablayın. Bu maddənin m-i kalsium H2 maddəsinin m-i 42'yə bərabərdir. Bu biri maddənin də m-i 74'ə bərabərdir. Qanunən bu iki maddə arasında qanunən 32 qram fərq var. Əslində uşaqlar, m-ləri hesablamadan da tapa bilərsiniz. Necə daha rahat tapa bilərsiniz? Kalsium H2 ilə kalsium OH2 arasında bir kalsium burada var, bir kalsium burada var. 2 hidrogen burada var, 2 hidrogen burada var. Arada fərq yaradan bu indeks çöldəki indeksə vurulmalıdır da, bilirsiniz. Arada kütlə fərqi yaradan 2 ədəd oksigenimiz var. 2 ədəd oksigen atomu. 2'ni 16'ya vuranda hidro 32'yə bərabər. Yəni əgər uzun bir maddələr olarsa, vaxt azlığınız olarsa bu yoldan istifadə edə bilərsiniz. İndi mən o qədər bu maddələrlə işləmişəm, zamanla siz də əzbər biləcəksiniz. Rahatlıqla artıq beynimizdə
hesablaya bilirik ki, maddələrimizin emeri nəyə bərabərdir? Buradakı ayirlərdən də istifadə edib rahatlıqla tapa bilərsiniz. 42 bu maddənin emeridir. 74 bu maddənin emeridir. Qanunən bunların kütlələri arasında 32 qram fərq var. Sualın mənə dediyi odur ki, m qram bu reaksiyaya girəndə m üstəgəl 16 da bu alınır. Yəni, məsələnin mənə dediyi odur ki, bunlar arasında 16 qram fərq var. Sual mənə deyir ki, m hesablayın. Yəni, reaksiyaya daxil olan kalsium H2-nin kütləsini hesablayıram. Aşağıdan istifadə edirəm. 42 qram bu maddə reaksiyaya girəndə kütlələr fərqi 32 qrama bərabərdir. Görəsən, m nədir ki, m qram maddəm reaksiyaya girəndə kütlələr fərqi 16-ya bərabər olsun? M-miz də buradan bərabər olur 21 qrama. Birinci növbədə deyir, reaksiya tənliyinin yazın və əmsallaşdırın. Yazdıq və əmsallaşdırdıq. M hesablayın, M-miz oldu 21 qrama bərabər. 10-cu sualımızın artıq burada izahını bitirmiş olur. Bu 10 dənə sual topluya yeni əlavə olunub. Digərlərində hazır video izahı var. Sizə göndərəcəm. Oradan rahatlıqla izləyə bilərsiniz. Ümid edirəm sizlərə hər bir şey aydın oldu. Sağ olun, görüşərik.